Səhvən başqasının kartına pul köçürdünüz və qarşı tərəf pulu qaytarmaqdan imtina edir. Belə vəziyyətdə nə etmək olar? Rəqəmsal ödənişlərin sürətlə artdığı bir dövrdə ən çox rast gəlinən problemlərdən biri yanlış karta pul göndərilməsidir. Bəzən cəmi bir rəqəm səhv yazılır və vəsait tamamilə başqa bir şəxsin hesabına köçür. İndi əsas sual yaranır. Bu pulu geri almaq mümkündürmü? Hüquqşünasların izahına görə belə hallar qanunvericilikdə əsassız varlanma kimi qiymətləndirilir. Yəni, şəxs heç bir cinayət törətmədən, hüquqi əsas olmadan müəyyən məbləğ əldə etmiş olur. Bu isə cinayət məsuliyyəti deyil, mülki hüquqi məsuliyyət yaradır. Başqa sözlə desək, pulu səhv köçürən şəxs məhkəməyə müraciət edərək həmin vəsaitin geri qaytarılmasını tələb edə bilər. Lakin praktikada proses bir qədər mürəkkəbdir. Banklar bank sirri prinsipinə əsasən qarşı tərəfin şəxsi məlumatlarını birbaşa açıqlamır. Bu məlumatlar yalnız məhkəmə qərarı və ya həmin şəxsin razılığı ilə təqdim oluna bilər. Adətən ilk addım banka müraciət etməkdir. Bank qarşı tərəfi məlumatlandırır və vəsaitin könüllü şəkildə qaytarılmasını təklif edir. Əgər həmin şəxs bundan imtina edərsə, məsələ məhkəmə müstəvisinə keçir. Burada vacib bir məqam da var. Əgər məbləğ kiçikdirsə, uzun prosedur və vaxt itkisinə görə vətəndaşlar çox vaxt məhkəməyə müraciət etmirlər. Amma söhbət böyük məbləğdən gedirsə, məhkəmə qaydasında vəsaitin geri alınması tam realdır. Nəticə olaraq, səhv köçürülən pulun geri qaytarılması hüquqi baxımdan mümkündür. Sadəcə, praktik proses hər zaman asan və sürətli olmur. Ona görə mütəxəssislər tövsiyə edir. Ödəniş etməzdən əvvəl kart nömrəsini ən azı bir neçə dəfə yoxlayın. Çünki cəmi bir rəqəm səhvi sizi uzun və yorucu hüquqi proseslə üz-üzə qoya bilər.